Değerli izləyicilərim, növbəti bir mənzildə hamınızı salamlayırıq. Bugün İnşaatçılar metrosunun tam yanında Şərifzadə küçəsində Leningrad 9 mərtəbəli binanın 3-cü mərtəbəsində qanuni 5 otaqdan 4 otağa düzəlmə super təmirli bir mənzili sizlərə təqdim edəcəyik. Ümumi sahə 120 kvadrat ölçüyə malikdir. Giriş qapımız, girişdə sol hissədə qardırop hissə yığılıb tam boy axıra qədər güzgülü bir şkaf hissə var. Bütün otaqların girişi, dəhliz, koridor hissədəndir. Burada mənzilimizin gördüyünüz kimi ara kəsilərək 5-dən 4-ə düzəlmə qonaq otağını gördünüz. Bütün otaqların girişi, dəhliz, koridor hissədəndir. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Belə bir geniş ölçüyə malik kvadrat bir qonaq otağımız var. Tam Leningrad bir binadır. Yel çəkər mənzildir, skvaznoydur. Hər iki tərəfə geniş eyvanlar mövcuddur. Kifayət qədər geniş ölçüyə malik eyvanları var. Təmir zamanı keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Qonaq otağından çıxdığımız eyvan açıq hissədir. Yəni açıq eyvandır. Digər eyvanlar isə mənzilə qatılıb. Baxın, belə bir gözəl eyvan hissə var. Cam balkonla yığılı şəkildədir. Təqribi uzunluğu 7 metrdən çoxdur eyvanımızın. Döşəmə parketdir. Hündürlük yaxşıdır. Mənzilimiz Yasamalın ən gözəl yerlərindən birində yerləşir. İnşaatçılar metrosuna cəmi 2 dəqiqəlik piyada məsafəsində yerləşir. Burada birinci əsas yataq otağımız yerləşir. Birinci yataq otağımızdır. Mənzil əslində 5 otaq olub, 1 qonaq otağı və 4 yataq otağı olub. Yataq otaqlarından biri qonaq otağına qatılaraq qonaq otağı genişləndirilmişdir. Yəni mənzil 4 otağa düzəlmişdir. Burada uşaq yataq otağı yerləşir. Baxın, gördüyünüz kimi az öncə dediyim kimi bir tərəf isə eyvan mənzilə qalıb, digər eyvanlar isə mənzilin otaqlarına qatılmışdır. 120 kvadrat ümumi sahəyə malik bir mənzildir. Burada isə ikinci valideyn yataq otağı yerləşir. 9 mərtəbəli Leningrad layihəli binanın 3-cü mərtəbəsindədir. Qaz, su, işıq təminatı mövcuddur. İstilik sistemimiz fərdi olaraq kombi istilik sistemidir. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Binanın yanından bir çox avtobus xətləri fəaliyyət göstərir. Burada sağ hissədə mənzilin sanitar qovşaqları yerləşir. Baxın, belə bir sanitar qovşaqları var. Hamam, tualet ayrı-ayrılıqdadır. Burada tualet hissədir. Burada hamam hissəsi yerləşir mənzilin. İndi isə keçəcək mənzilin mətbəx hissəsinə. Mənzilin mətbəxini də sizlərə təqdim etdikdən sonra mənzil haqqında ümumi məlumatı və qiyməti qeyd edəcəm. Baxın, belə bir gözəl geniş bir mətbəx hissə mövcuddur. Mənzilin hər iki tərəfdən qarşısı açıqdır. Gün düşən mənzildir. Gün çıxana və gün batan hissəyə baxır və mətbəxdən də az öncəki eyvana çıxış hissə mövcuddur. Mənzilimiz Yasamal rayonu Şərifzadə küçəsi İnşaatçılar metrosunun yanında köhnə tikili 9 mərtəbəli Leningrad layihəli binanın 3-cü mərtəbəsində yerləşir. Qanuni 5 otaqdan 4 otağa düzəlib. Qazı, su, işığı var. Sənəd, kupça, çıxarış və texniki pasportdur. Mənzilin qiyməti 262.000 manat təyin olunmuşdur. Real bazar dəyərinə çox uyğun bir qiymətdir. Real alıcıya əlbəttə ki, endirim olunacaqdır. Daha dolgun və ətraflı məlumat üçün ekranda qeyd olunan nömrə ilə əlaqə saxlayıb məlumat əldə edə bilərsiniz.